Salam dostlar, FC Akademinin keçirdiyi növbəti sınağın məntiqdən olan suallarının ilk hissəsini izah ilə qarşınızdayım. Vaxt itirmədən başlayaq. İlk sualda deyir ki, aşağıdakı qrafikdə A və B hovuzlarındakı suyun boşalması verilib. Deyir ki, neçə saatdan sonra hovuzlardakı suların miqdarları bərabər olar. Dostlar, ilk olaraq hər iki hovuzun necə suyunun boşalmasına fikir verək. Baxıram ki, biri 42-dən 0-a doğru 7 saat ərzində getmiş olur. Niyə? Bunu hardan bilirəm? Çünki baxın, başlanğıc nöqtədə 42 olub, artıq 7-ci saatın sonunda 0 olub. Yəni mən bunu rahatlıqla belə eləyə bilirəm. Nə qədər ümumi olaraq dəyişimin, hər saatda nə qədər dəyişimin tapılmağını istəyirəmsə, götürəcəm. Bir növ bunun son qiymətindən başlanğıc qiymətini çıxacam. 42 minus həmin 0 böləcəm bizim saatın son qiymətindən başlanğıc qiyməti. 7 çıxılsın 0. Verəcək bizə dostlar 42 bölünsün 7. Yəni bu o deməkdir ki, bu saatda 6 ton suyu boşaltmış olur. Yəni bir növ 1 saatda 6 ton boşaltır. Məsələn 42 idi. Birinci saatın sonunda olacaq. Nə qədər? Təbii ki 36 ton şəklində. 6 ton bir növ azalmış olacaq. Ona görə bunun hətta düsturunu mən bu şəkildə yaza bilərəm. 42 minus 6x şəklində. X olacaq bizdə zaman 1 saatda baxın 6 ton azalmış olur. 6 42 çıxılsın 6 verəcək bizə 36 tonu ilk saat üçün. Məsələn 7 saatın sonunda da 7 vur 6 42 42 42 0 eləmiş olacaq. Digəri üçün də bənzərini eləyək. O birində bəs görə düsturunu olacaq. Dostlar, o biridə 36-dan 0-a 9 saat ərzində düşüb. Yəni 36 çıxılsın 0 bölünsün, 9 çıxılsın 0, saatda 4 ton su boşalmış olur. Yəni bunun da onda düsturu belə olacaq. 36 çıxılsın, 4 vurulsun, x. Yəni bu 1 saatda 4 ton azaltmış olur. 9 saatın sonunda da 0 olacaq. İndi dostlar bizə deyir ki, neçə saatdan sonra bunların miqdarları bərabər olacaq. Heç nə, götürürəm, bərabərləşdirirəm. 42 minus 6x bərabərdir bizdə həmin bu 36 minus 4x-ə. X-lər bir tərəfə, məlumlar da digər tərəfə keçəcək. 4x bura gələndə müsbətləşəcək. Olacaq dostlar, mənfi 6x plus 4x. Digər tərəfdə də 36, 42 digər tərəfə keçəndə mənfiləşəcək. Çıxılsın 42. Bu da verir bizə mənfi 6-dan üstə gəl 4. Eləyəcək dostlar nə qədər? Təbii ki, burada da bir dənə yer açaq özümüzə. Eləyəcək təbii ki, bizdə mənfi 2x. Mənfi 2x bərabərdir 36 çıxsın 42 mənfi 6. X də bərabər olacaq 3 qiymətinə. İndi cavab kimi də Y variantını qeyd eləmiş oluruq. Keçirik növbəti suala. Qatlanmış kağızı açıb doğru variantı təyin eləmiş olun. Dostlar, bu tipli sualları həll eləmək istəyiriksə, elə güzgü əkslərinin ardıcılığına diqqət yetirsək, o saniyə zaten cavab çıxmış olur. Amma ilk olaraq mənim burada eləyəcəyim nə olacaq? Mən görürəm ki, rahatlıqla şəkildən də başa düşdüyümə görə, bizdə yuxarı hissədə, bu üçbucaqda həmin o kəsik əmələ gəlməlidir. Amma məsələn, baxıram ki, həmin o kəsikləri yaradanda, diqqətli şəkildə baxanda görürəm ki, B variantında onunla əlaqəli müəyyən bir problem var. Niyə? Çünki B variantında görürəm ki, bizdə yuxarı hissədə həmin bu düzbucaqlı kəsiyi ilə ox kəsiyi arasında yer dəyişmə var. Biz demişik ki, şəkil münasibəti pozulmamalıdır. Yuxarıda necə bu vəziyyətdə qalıbsa, variantlarda da eyni cür qalmalıdır. O səbəbdən dostlar, burada biz rahatlıqla B variantını elə başdan atmış oluruq. İndi isə mən gəlirəm simmetriya məsələlərinə. Dostlar, ilk olaraq kağızı buradan sağ aşağı ucuna tutub qaldırıblar sol yuxarı küncə. Yəni bu xəttə görə bizdə simmetriya olmalıdır. İndi həmin xətti çəkirəm. Həmin xəttə görə simmetriya olsa, B variantındakı hissəni onsuz da B variantını atmışıq. C variantını da çəkirik. D variantını da, Y variantını da çəkək və bu şəkildə həll eləməyə çalışaq. İndi dostlar, çəkdim bunu. Və sonra da görürəm ki, bu hissədə nə ediblər? Götürüblər buradan, qatlayıblar yuxarıya doğru. Yəni bu xəttə görə bir növ simmetriya olmalıdır. Həmin xətti də çəkirəm hamısında. Həmin xətti də çəkəndə, indi baxın, əslində bizdə elə bir neçə variant artıq atılmış olacaq. O saniyə siz də bunu görmüş olacaqsınız dostlar. Gəlirəm, baxın, atacağım variantlardan biri elə A variantdır. Baxın, bu oxun uc hissəsi bura baxırsa,
bunda da eynisi olmalıdır. Çünki bura ilə bura bir-birinə simmetrik olmalıdır. Yəni biz baxın bu xəttə görə qatlalamışıq da bu tərəfi bura. Yəni bura ilə bu hissə ilə. Bu hissə bir-birinə simmetrik olmalıdır. A-da amma simmetrik qaydası pozulub. B-ni zaten atmışdıq. Gəlirəm C-də baxıram ki, o şəkildə bir problem yoxdur həmin xəttə əsasən. Niyə? Çünki oxlar ikisi də eyni nöqtəyə bura baxmış olur. Düzbucaqlarda da bir problem yoxdur. Sonra D variantında da görürəm ki, oxlar eyni nöqtəyə baxırlar və düzbucaqlarda problem yoxdur. Və gəlirəm həmin bu Y variantına. Y variantında da oxlar eyni yerə baxır. Hər hansı bir problem görməyimizə gərək yoxdur. Keçək indi bəs digərlərində olan problem nədir? İndi dostlar, bu xəttə görə simmetriyaya baxanda, dostlar, fikir verin, bunun simmetriyası həqiqətən gəlib burada olacaq. Amma bunun simmetriyası, bax bu bura baxırsa, ona məxsus bir dənə, yəni onun simmetriyası da eyni nöqtəyə baxmalıdır. Yəni bu tərəfdə bir dənə belə bir düzbucaqlı kəsik görməliydik. Amma C-də onu yeyiblər. C variantında atdım. Y-də də nə problem var dostlar? Bu oxlar fikir versəz, bizdə, baxın, bu ox gəlib bu nöqtəyə baxır. Bu nöqtəyə baxırsa, bu xəttə görə simmetriyada, bunlardan da biri mütləq şəkildə həmin nöqtəyə baxmalı idi. Amma baxıram ki, həmin nöqtəyə baxmır bizim, həmin bu oxlar. O səbəbdən deməli, Y variantda səhvdir. Amma baxın, D variantına fikir versəz, eyni nöqtəyə baxacaqlar. Bunlar eyni nöqtəyə baxır, bunlar da baxın, eyni nöqtəyə baxırlar. Və tamamilə doğrudur. Cavab olaraq D variantın 47 üçün keçərli sayırıq. 48 deyir ki, kəsikləri birləşdirib vahid fiquru əmələ gətirin. Dostlar, baxın, ilk olaraq puzzle məntiqi ilə düşünün və bir də yerləşdirə biləcəyi hissələrdən düşünün. Baxın, bu üçbucaqlar əslində sizə bir növ açar olacaq. Niyə? Bu üçbucaqları yerləşdirə biləcəyim görürəm ki, C variantı var. Baxın, C variantında fikir versəz, bir dənə bu şəkildə belə bir xətt çəksəm, bu birinci fiqur olsun, bu da üçüncü fiqur olsun. Birinci və üçüncü fiqurlar rahatlıqla həmin hissələrə düşmüş olacaq. İndi ortada da baxın, bunu olduğu kimi, fikir versəz hələ dönmə əməliyyatları eləmirəm. Bunu da olduğu kimi yerləşdirsəm, bax, yerləşdirdim bura, dördüncü fiquru. Görürəm ki, ikinci fiqur üçün burada yer açılmış olub. Bunu 180 dərəcə döndərib, tərsinə yerləşdiriblər bura və C variantındakı fiqur əmələ gəlmiş olur. 49-a keçid edirik. 49-da da görək nə verib bizə? Sual işarəsinə uyğun olun, ədədi tapmış olun. Bizdən bunu soruşur. İndi JF plus KH bərabərdir nə? İndi gəlin tapmağa çalışaq. Biraz da böyüdək, hətta rahat yazmaq üçün. İndi dostlar, hər birimiz bu alt-alta vurmanın qaydalarını bilirik. Baxın, J-nin altında heç bir ədəd yoxdur və bura 2 düşüb. Bəsində nə deməkdir? Deməli, J-nin yerində 2-dir. Deməli, J-nin yerində 2-dir. Bax, bütün J-lərin yerinə 2-ləri qoyuram. İkinci olaraq, gəldim 9 ilə 8-i toplayanda verir mənə 17. 7 gəldi, 1 yadda qaldı. 1 yadda bu tərəfə verilir, bilirik ki. H üstə gəl 2, üstə gəl o 1 verib bizə 7-ni. H deməli neçə olmalıdır? 4 olmalıdır. 4, üstə gəl 2, 6, o da 1 yadda 7-ni versin. Deməli, H-də 4 oldu. H-yə də 4-ü yazmış oluruq. Baxın, bu şəkildə artıq əslində biz bir qismi demək olar tamamladıq. Niyə? Burada 492 ədədi almışıq. 492 ədədi almışıq və dostlar, 492 ədəd əslində bizə nədə kömək edəcək? Baxın, biz bu ədədi 4-ə vuranda, birinci K-ya vuranda, həmin bu K hissəsinə, təbii ki, bura alınır, 2-yə vuranda da bu tərəfə alınmış olur. Yəni, vurmanın qaydasına görə budur. İndi burada görürük ki, sadə bir şəkildə. Baxın, VF4-ü K-ya vuranda sonu 2 ilə bitən ədəd alır. Dostlar, biz 4-ü nəyə vuranda sonu 2 ilə bitə bilər? 4-ü biz ya 3-ə vursaq, sonu 2 ilə bitir, ya da 8-ə vursaq. İndi dostlar, 8 olduğunu fərz eləsək, nümunə üçün. 8 olduğunu fərz eləsək, burada lap ən kiçik belə ədədi götürməyə çalışacaq. Amma mən baxıram ki, əslində heç K-nın 3 olduğunu heç nədən bilməliyim. Niyə? Burada zaten nə verib? 3-ü verib. Bu 3 elə nəyin üstündədir? Daha doğrusu altındadır. Elə K-nın altındadır. Yəni, bir dəfəlik K-ya rahat 3 yazaram. Yəni, 8 seçiminə heç baxmağınıza gərək belə qalmır. İndi dostlar, K-ya 3 verəndən sonra artıq bundan sonrası daha rahatdır. Nəyi 3-ə vuranda 492 eləyir? Baxaq, 492-ni bölürəm 3-ə.
492-ni 3-ə böləndə baxıram 4-də 3, bir dəfə düşdü 1 vur 3, 3 gəldi 1. 19-da 3 düşdü 6 dəfə 3 vur 6, 18 qalıq 1. 2 də düşdü aşağıya, 12-ni 3-ə böləndə 4 dəfə düşür. Ədəd 164 imiş. Həqiqətən 164-ü 3-ə vuranda 492, 2-yə vuranda da 328 eləyir və toplayanda 3772 alınır. Deməli, V-nin yerində də 1, F-in yerində də 6-dır. K-nın yerində də 3. 26 plus 34 verəcəksə 60 qiymətini. Cavab oldu 49 üçün D variantı. 50. Sual işarəsinə uyğun gələn variantı tapın. Bu tipli suallarda hər zaman demişik ki, ilk edəcəyimiz iş bizim bu hissələrdən hər hansısa birini digərin üzərinə çəkməkdir. Amma mənim burada sizin üçün daha ağıllı bir üsulum var. Həmçinin əslində edilə biləcək potensial üsullardan biridir. Amma hər sual üçün keçərli deyil. İndidən deyirəm. Deməli dostlar, baxın. Bizdə bərabərliyin sağında bu şəkil verib. Bir növ bu iki şəkil birləşəndə bir fiqur əmələ gətirir. Həmin fiquru biz burada tamamlamalıyıq. Fiqurun bir qism hissəsini burada çəkiblər. Bizdə çatışmayan hissələr çəkilməlidir sual işarəsi yerində. Deməli, burada çəkdiyimiz hissələri bir növ, bax, burada çəkilən hissələri bir də variantda görməyimizə gərək yoxdur. Ona görə baxın, nöqtənin solundan belə bir xətt keçir. Nöqtənin solundan belə bir xətt keçirsə, bir növ onu bizim bir də çəkməyimizə ehtiyac yoxdur. Nöqtənin solundan C variantda xətt keçir. C-ni atdım. Nöqtənin solundan A-da xətt keçir. A-nı atdım. Nöqtənin solunda D-dən xətt keçir. D-ni atdım. Fikir versəz, artıq biz 3 dənə variantı sırf bu qaydaya görə atırıq. B variantını da atacaq dostlar. Səbəb nədir? İndi dostlar, baxıram ki, bizdə həmin bu fiqurları birləşdirməyə çalışanda, diqqətlicə baxanda, baxın, hətta belə bu hissəni pozum. Baxın, bu hissədə bunu bura gəlib birləşdirəndə bir üçbucaq əməl gətirir. Başqa hər hansı bir diagonal falan yoxdur və həmin üçbucağı burada tamamlayıblar. Amma B-də baxıram ki, o üçbucağın diagonalına məxsus olmayan, yəni bizim fiqurlarda olmayan bir xətti veriblər. Bu da mümkün deyil. Ona görə B variantı da atırıq. Qaldı cavab kimi Y variantı. 51 deyir ki, sual işarəsinə uyğun gələn ədədi tap. Dostlar, baxın, ortada 3 verib və yuxarı kənarlarda müəyyən qiymətləri yavaş-yavaş verib, ən kənardakı çevrədə isə böyük qiymətləri vermiş olur. Bizə də lazımdır ki, burada məntiqə əlaqəni tapaq. Yadda saxlayın, ümumiyyətlə qəbulun özündə də belə olsa, ilk yoxlayacağınız iş toplama olmalıdır. Baxın, sadə düşünək. Baxın, 12-yə birləşib 5-lə 4. 5-lə 4-ün cəmi 9-dur, üstə gəl 3, 12. 13 almaq üçün 4-lə 6, 10-dur, bu da 3, 13. 11 almaq üçün 6-lə 2, 8-dir, bu da 3, eləyir 11. Yəni, fikir verəm ki, yəni həmin ədədə birləşmiş ədədləri toplayanda elə oradakını vermiş olur. İndi sual işarəsinə də birləşənlər kimdir? 3-dür 4, verib 7-ni. Ortadakı 3-dən də toplayanda verəcək bizə 10 qiymətini. Cavab oldu B variantı. Keçirəm 52-yə. Sual işarəsinə uyğun gələn ədədi müəyyənləşdirək. Dostlar, fikir versək, ilk olaraq burada rahatlıqla tutduğumuz bir məqam var. Nədir bu? Biraz hətta belə eləyim. Bizdə alt tərəfdəki ədədlərin hamısı cüt ədəddir. Bu cüt ədəd olmaq bizə nə edir? Nəyinsə ikimisidir. Dostlar, nəyinsə ikimisidir dedik, düzdür? İkinci olaraq diqqət edəcəyimiz bir məqam var. Yuxarı hissələrdə sol tərəfdəki ədəd sağ tərəfdəkindən böyükdür. Baxın, 5 2-dən, 7 2-dən, 8 1-dən, 7 6-dan, 10 da 4-dən böyükdür. Deməli, çıxma əməli istifadə edə bilərlər. 5-dən 2 çıxdım 3, 2 misli 6. 7-dən 2 çıxdım 5, 2 misli 10. 8-dən 1 çıxdım 7, 2 misli 14. 7-dən 6 çıxdım 1, 2 misli 2. İndi 10-dan 4 çıxdım 6, 2 misli verəcək 12 qiymətini. Keçirik 53-ə. Sözlər arasındakı qanuna uyğunu müəyyən edərək uyğun variantı tapaq. Dostlar, texnika nümunələrindən biri olaraq traktor verilib. Yəni, texnika burada ümumidir, traktor isə onların arasından xüsusi olaraq biridir. Dostlar, məktəb nümunələrindən biri müəllim deyil, A variantını atdıq. Ağac nümunələrindən biri mebel deyil, atdıq. Not nümunələrindən biri musiqi deyil, atdıq. Şirniyyat nümunələrindən biri amma paxlavadır. Şirniyyat baxın ünvanlaşdı, paxlava isə xüsusi olaraq oradan götürmüş kiçik yanlaşdı. Təkər nümunələrindən biri də rezin deyil. Cavab olaraq D variantını rahat götürə bilərik. Keçirik növbəti 54 nömrəli sualımıza. Dostlar, baxın, bu tipli sualı fərqli versiyalarda, fərqli fiqurlarla görmüş ola bilərsiniz. Burada siz
Ortada 3 rəqəmli ədəd alınsa belə, çalışın birinci hər zaman bir-bir baxmağa yanaşın. Məsələn, 9-dur, dostlar, 1-dir, 5-dir. Birinci bir-bir baxmağa yanaşıram. Görün bir-bir baxanda həqiqətən bir problem olacaq yox. 5-dən 4-ü çıxıran 1 alındı. 1-dən 6-nı çıxa bilmirəm. Onda bir bütöv baxmağa çalışıram. 915 götürürəm bunu. Bunu da 364 götürürəm. Dostlar, 915-dən 364 çıxanda 551-i verir. Baxın, 789-dan 543-ü çıxsam, ortadakı 246-nı verir. İndi 863-dən də bu 241-i çıxanda dostlar verəcək bizə 622 ədədini. Cavab olur Y variantı. Yəni bütöv şəkildə bunları bir-birindən çıxmış oldular. Keçirik növbətiyə. Sözlər arasındakı qanuna uyğunu müəyyən edərək uyğun gələn variantı tapın. Dostlar, baxın, tərəvəz ümmanla işdə tərəvəzin arasından kartofu götürürlər. Biz kartofdan bilirik ki, püre hazırlaya bilirik. Püre də nəyin növüdür? Xörəyin növüdür. İndi sonra biz də eyni məntiqdən baxmağa çalışacağıq. Dostlar, kitab nümunələrindən biri hekayə. Hekayədən film hazırlar. Film bir növ nəyin növüdür? Rejissorun növü deyil. A variantını atdım. Dostlar, heyvan növlərindən biri olaraq şinşilla var. Bax, birinci hissə düz gəlir. Şinşilladan şuba hazırlar, təəssüf ki, və şuba da geyim növlərindən biridir. Baxın, tam istədiyim kimidir. Ən sağda xüsusi ümumilik var idi, burada da ümumilik var. Həmin ümuminin növü sol tərəfdə yazılıb. Geyim növlərindən biri şuba. Bax, xörək nümunələrindən biri püre. Düzdür. Püre nədən hazırlanır? Kartofdan. Şuba nədən hazırlanır? Şinşilla dərisindən. Ona görə düz gedir. Şinşilla da nədir? Heyvandır. Kartof da nədir? Tərəvəzdir. Deməli, B variantı tamamilə doğrudur. Dostlar, stəkan növlərindən biri qab deyil. Burada atdıq. Protez nümunələrindən plom nümunələrindən, plom da dişlərdən biri deyil və ya da plom dişdən hazırlanmır. D variantını atdıq. Tort nümunələrindən biri süd də deyil. Cavab kimi yeni də atdıq. Cavab qaldı B. Gəldik 56-ya. Murada Malik Data Analytics kitabını 1-dən başlayaraq 135-ə kimi nömrələdilər. Bu zaman 8 rəqəminin istifadə edildiyi ədədlərin sayının A, istifadə olunan sıfırların sayının B olduğunu bilərək A və B arasındakı uyğunluğu müəyyən edin. Hələ biz bunun qaydasını keçməmişik deyə mən elə sizin eləyəcəyiniz üsulda bunu bir növ yazmış olacağım. Dostlar, 1-dən 135-ə kimi nömrə deyilir. 1-dən 135-ə kimidən əvvəl biz bu tipli suallarda 1.99 aralığında hər bir ədəd neçə dəfə istifadə edilir və yaxud da hər ədəddə neçə dənə 8 var. Ümumi olaraq neçə dənə də ədəddə neçə ədəd yerləşir, hansı ədəd yerləşir, onları bir növ qayda olaraq bilmiş oluruq. Standart olaraq bu dərsində 1.99 aralığında 8 ədədi 19 dənə bir növ 8 rəqəmi 19 dənə ədədin içində gedir. Bunlar hansı ədədlərdir? 8, 18, 28, 38, 48, 58, 68, 78, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89 və 98. Saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dənə ədəddə var. Yəni sizdən desə ki, neçə dənə ədəddə 8 istifadə olunub, onda ədədlərin sayı yazacaqsınız 19. Amma sualı bir də belə verə bilir. Deyir ki, bəs 8 ədədi neçə dəfə istifadə edilib? 8 ədədi neçə dəfə istifadə edilib? Bunda dostlar, bunun sayı olacaq 20 şəklində. 8, burada da var, burada var. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Bax, burada 2 dəfə istifadə olunur. Bax, 2 dəfə saram. 17, 18, 19, 20 dənə bir növ 8 rəqəmi istifadə edilib. Yəni, 1-dən 99-a kimilərdə əslində standart olaraq biz belə götürürük. Neçə dənə ədəddə istifadə olunub soruşursa, 19 götürürük. Neçə dəfə istifadə olunub soruşursa, 20 götürürük. İndi burada 8 rəqəminin istifadə edildiyi ədədlərin sayıdır. Yəni, neçə dənə ədəddə 8 istifadə edilib. 135-ə kimidir? 1-dən 99-a kimi oldu 19 dənə. Qaldı 100-dən sonrakılar. 108-də, 118-də, bir də 128-də də var. 138-i daxil eləyə bilmirəm, çünki 135-ə kimidir. 3 dənə də bu ədəd. Elədi ümumilikdə nə qədər? 22 dənədir. Deməli, bizdə
22 dənə ədəddə 8 rəqəmi istifadə edilib. 22 dənə ədəddə 8 rəqəmi istifadə edildi deyə bir dənə buranı qəşəcəsirim. Bura yazıram 8 üçün həmin o 22 ədədini. Deməli, bizdə ümumilikdə 8 22 dəfə istifadə edildi. 22 dənə ədəddə istifadə edildi. Və bunu dedi hansı simvolundan ifadə elə? Aynen. Bu oldu A. İndi gəlirəm B-ni tapmağa. B-ni tapmaq üçün də nə deyib? İstifadə olunan sıfırların sayı. İstifadə olunan sıfırların sayı deyirsə, bu zaman biz nə edəcəyik? İndi sıfırların iştirak elədiyi ədədlərə baxıram. 0 bilirəm ki, 1-dən 135-ə kimi. Çünki biz nömrələməni sıfırdan başlamırıq. 10 var, 20 var, 30 var, 40 var, 50 var, 60 var, 70, 80, 90, 100, baxın 101, 102, 103, 104, 105, 106, 107, 108, sonra 109, 110, 120 və bir dənə də 130'u burada yazıq. 130 ədədlərini daxil eləmiş olacaq. Baxın, yazdım bu ədədləri. İndi nə soruşur? İstifadə olunan sıfırların sayı. İstifadə olunan sıfırların sayı deyirsə, bu şəkildə deyirsə, neçə dənə sıfır görürsünüzsə onu yazırsınız. Bir dənə sıfır burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Baxın, %2 dənə sıfır görürəm. Ona görə 2 dəfə saydım. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, bu da 23. Deməli 23 dənə ədəd, 23 dənə bizdə sıfır var. Həmin görəcəyimiz ədədlərdə. Və bunun da işarəsi oldu deyir B. İndi dostlar, bizdə deyir ki, bunun arasında A və B arasında uyğunluğu müəyyən edin. A görürəm ki, B-dən bir vahid kiçikdir. Ona görə 56 üçün A variantını götürürəm. 57-yə gəlirəm. Sual işarəsinə uyğun gələn ədədi tapın. Cədvəllərlə əlaqəli potensial çətin suallardan biridir. Ona görə biz bir məntiqlə bunu müəyyənləşdirməyə çalışaq görək. Necə eləyəcəyik? İndi dostlar, ilk olaraq cədvəllərlə əlaqəli sual olanda cəmləmədir, vurma, bölmə, çıxma, qruplaşdırma, bu tipli əməlləri ardıcıl olaraq icra eləmək lazımdır. Burada amma biraz sualda çətinlik var. Niyə? Burada tam ortadan bölürəm 2 hissəyə. Deməli, baxın, bu ədədi bütöv görsəm 81 görürəm. 64 görürəm. 32 görürəm, 49 görürəm. Görürəm ki, bu ədədlər hər biri nə isə qüvvətidir. 81 9-un kvadratıdır. Baxın, 9-un kvadratı. 2 bunun qüvvətinə gəldi. Baxın, 64 4-ün kubudur. 4-ün kubu. Fikir versəz, buradakı ədədləri əslində biz sol tərəfdəkilərdən yarada bilirik. Baxın, burada 32 var. 32 2 üstü 5'dir. Baxın, 5 gəldi bunun qüvvətinə. Oldu 2 üstü 5 şəklində. 49-da nədir? 7-nin kvadratıdır. Baxın, 7-nin kvadratı. 2 də gəldi bura. İndi demək, buradakı ədəd də sol tərəfdəkilərin qüvvət kimi versiyalardır. Yəni, bu gəlir 4 bunun üstünə, 3 üstü 4 əmələ gəlir. 3 üstü 4 də nə deməkdir? 81. Deməli, A-nın yerində 8 var imiş. 58-ə gəldik. Verilmiş sözlərdə hərflərin yeri dəyişdirilib, biz isə onları düzəldərək fərqli olanı tapacaq. Dostlar, A variantındakı söz imperiya, B variantındakı söz federasiya, D variantındakı söz respublika, Y variantındakı söz monarxiyadır. Bunlar bir növ idarə etməklə əlaqəli, iqtisadi idarə etmə sistemləridir. Məsələn, imperiya şəklində idarə edilən dövlətlər olur, federasiya şəklində, respublika şəklində, monarxiya şəklində idarə edilə bilir. Amma flegmatik isə dostlar, insan bir növ xarakteristikasına əlaqəli olan bir özəllikdir. Flegmatik xarakter, melanxolik var idi, flegmatik var idi. Digər ikisini unuttum. Sangvinik idi deyəsən biri, bir də xolerik idi, nə idi? Yanlış deyə bilərəm. Həmin o 4 dənə insanla əlaqəli bir növ xarakteristik qruplaşma var idi. Həmin flegmatik də onlardan biridir. Yəni, digərlərlə əlaqəsi tamamilə yoxdur. 59-a gəlirəm. Cədvəllərlə əlaqəli bir sualdır və bizdən K ilə L-in cəmini istəyir. Dostlar, baxın, burada yuxarıda müəyyən ədədlər verib, hərflər verib və altlarında da ədədlər yazıb. A-da məsələn 16 yazıb, B-də görürəm 8 yazıb. Məsələn,
16-nın yarısıdır 8. Yoxlayaq. Baxın, 36-dır, B-də 18 yazıb. Bəli. Deməli, B bizdə bir növ ədədin yarısını yazır. 2-yə bölmüş olur. Ədədi 2-yə bölmüş olur. Bunu buradan tutduq. Sonra bunu hardan da tuta bilərik? Baxın, 60-dır, burada 30 kimi yazıb. Deməli, 2-yə bölür. B-nin vəzifəsi 2-yə bölmədir. İndi 20-ni də 2-yə böləndə görəm neçə eləyəcək? 10 eləyəcək. Deməli, K-nın qiyməti oldu 10. Baxın, həqiqətən 15 2-yə bölünmür deyə tire qoyub. İndi C-yə gəlim. C-nin vəzifəsinə baxıram. 16-da C tire qoyulub, 15-də 5 yazıb. 15-dən 5-i 3-ə bölərək alaram. Deməli, C 3-ə bölmədi. Yoxlayaq, 20 bölünmədi. 36-nı 3-ə böləndə 12 eləyir, 60-ı 3-ə böləndə 20 eləyir. D-nin vəzifəsi 16-dan 4 alınıb, nə edər? 4-ə bölər. Yoxlayaq, 15-i 4-ə bölmək olmur, 20-ni 4-ə böləndə 5, 36-nı 4-ə böləndə 9. İndi 60-ı da 4-ə böləndə elin yerində düşəcək 15. Və dostlar, bunların cəmi eləyir 25. Gəlin sonuncuya da baxaq. Sonuncuda 5-ə bölmədir. 15-i 5-ə böləndə 3 eləyir. Deməli, Y-nin vəzifəsi 5-ə bölmədir. 20-ni 5-ə böləndə 4 eləyir, 60-ı 5-ə böləndə 12 eləmiş olur. 60 nömrəli suala gəldim. Burada dostlar, fikir verirəm ki, məndə müəyyən bir şəkil ardıcılığı sualı verilib. Bəs bu ardıcılıq necə aparılır? Gəlin ona baxaq. Burada fikir versəz, əslində bu hissədə soruşur deyə mənim məsləhətim sizə bu dəfə bunu geridən aparmanızdır. Geridən gələndə daha rahat tutmuş olacaqsınız. Niyə? Çünki konkret olaraq bu ikisi arasındakı əlaqədən digərini rahatlıqla tuta biləcəksiniz. Yoxlayaq. Dostlar, birinci mən buradakı elə təsvirə baxım. Bu şəkildə idi. Fikir versiniz, ağzı yuxarıya baxırdı. İndi həmin baxın fiqur ağzı sol tərəfə baxır. Necə ola bilər bu? Sanki bunu saat əqrəbi əksinə 90 dərəcə döndərəndə bu şəkildə baş verəcək. Və fikir versiniz, bu nöqtəyə görə dönüb. Həmin nöqtə yerində sabit qalıb, bu tərəf düşüb aşağıya bura birləşib. Deməli, bizim buradakı fiquru 90 dərəcə saat əksinə döndəriblər. İndi yoxlayaq, 90 dərəcə saat əksinə dönəndə, baxın, bu nöqtəyə görə dönməlidir. Bir növ bizim fiqur A-dakı vəziyyəti almalıdır. Y-dəki vəziyyəti almalıdır. Burada Y ilə A-nın, D-nin yerləri səhv dəyişik düşüb. Yəni, oradakı vəziyyəti bir növ almalıdır mütləq şəkildə. Amma məsələn, D-da görürəm ki, yuxarıya baxır. Çünki biz bilirik ki, bu sola baxırsa saat əqrəbi əksinə 90 dərəcə dönəndə aşağı baxmalıdır. Baxın, bu ikisində aşağı baxır, amma D-da yuxarı baxır, atdım. B-də yuxarı baxır, atdım. C-də sağa baxır, atdım. Qaldı cavab kimi, ya A, ya da Y. İndi gəlirəm, yoxlayaq. Aşağı baxır, 90 dərəcə əksinə dönəndə baxmalıdır bu dəfə sağ tərəfə. Həqiqətən baxın, burada görürəm ki, həmin nöqtəyə görə döndəriblər, buradakı nöqtəyə görə və sağ tərəfə baxmış olur. Deməli, bir problem yoxdur. Keçsəm indi digər şəkillər, digər tərəf üçün bunu yoxlamağa. Digər tərəf üçün yoxlayanda da yenə o saniyə siz buradakı əlaqəni görmüş olacaqsınız. Niyə? Baxın, aşağı baxırdı. Görürəm ki, bu hissədə sağa baxır. Necə ola bilər bu? Baxın, bu nöqtəyə görə fikir versəz, nöqtə sabit qalıb. Bunu 90 dərəcə əksinə döndəriblər və bu bura birləşmiş olub. İndi bunu 90 dərəcə əksinə bir dəfə də döndərsəm, bu nə etməlidir? Bu nöqtədə bitişik qalmalıdır, amma yuxarı baxmalıdır. Y-də görürəm ki, o deyəsən bununla üst-üstə düşüb, görünmür. Y-ni atdım. Amma A variantdan baxıram ki, həmin fiqur, baxın burada, fikir versiniz, yuxarı baxır və bu nöqtəyə birləşiyorlar. Və bunu bir dəfə də 90 dərəcə döndərəndə əksə, baxın, bu artıq bu şəkildə baxmalıdır. Fikir versiniz, həmin şəkildə baxır. Buradan bura keçəndə də həqiqətən A variantındakı kimi bir təsvir əmələ gələcək. Cavab olur A variantı. 61. Sual işarəsinə uyğun gələn variantı təyin edin. Dostlar, rahatlıqla bildiyimiz bir tiplərdir. Bu bir riyazi əməldir. Riyazi əməldə biz bilirik ki, birinci əsas işarənin mötərizə tərəfləri, yəni sol və sağ tərəfi mötərizədən çıxmalıdır. Ora bir ədəd gəlməlidir. Sonra o işarəyə baxılmalıdır. Onca birinci sol tərəfə baxıram. Sol tərəfdə görürəm ki, burada bizim qara dairə əməli var. Qara dairə əməli buradadır. 4 bərabərdir 2A-ya. Solları bərabərləşdirəndə A-nın qiyməti oldu 2. Sağları bərabərləşdirəndə 9 bərabərdir B kvadratına. Onda B-də neçə eləməlidir? 3. Qoyanda yerinə 2 plus 3 vurulsun B-nin yerinə 3 verdi bizə 11'i. Bura 11 qoysam dostlar, sol tərəfdə 16, bu da 11 verəcək 27'ni. Deməli kvadratın sol tərəfi oldu 27. İndi sağ tərəfinə gəlirəm. Sağ tərəfinə gəlmək üçün kvadrata getməliyəm. Dostlar, baxın, kvadratın solu 64, solu A kubu. A kubunu 64'də bərabərləşdirəndə
A-nın qiyməti neçə olacaq? 4 olacaq. Deməli, A-nın qiyməti oldu 4. Burada da yazdım. İndi sağları bərabərləşdirəndə 12 bərabərdir 2B-yə. 2B 12-dirsə, B də neçədir buradan? 6 eləmiş olur. İndi qoyaq yerinə. 2 vurulsun A-nın yerinə həmin bu 4, 4-ün kvadratı plus B-nin yerinə də 6, 6 bölünsün 3 verdi bizə nə? 2 vur 16, 32 plus bu da 2, 34 qiymətini. İndi dostlar, bura 34'dür. Bir dənə də plus 2 var. Ümumilikdə nə qədər elədi bura? 36. Deməli, kvadratın solu da məlum oldu, sağı da məlum oldu. İndi artıq rahatlıqla bunu həll eləyə bilərik. İndi dostlar, hansı əməldir? Kvadrat istəyir də, düzdür. Ona görə kvadratı bir dənə burada yenə səliqə səhmana salaq. Qəşəngcə onun üzərində işlərimizi görək. İndi baxıram ki, kvadratın solu qırmızı rənglə yazacağım. 27'dir, solu A kubudur. A kubu bərabərləşdirdi, 27 oldu, A'dır. Deməli, buradan 3 oldu. 3'ün kubu çünki 27'dir. İndi sağ tərəf 36'dır. Sağ tərəf 2B'dir. 2B bərabərdir 36. Buradan da B çıxır 18 şəklində. Qoyuruq burada. 2 vurulsun A-nın yerinə 3. 3'ün kvadratı 2 vurulsun 3'ün kvadratı plus B'nin yerinə də 18. 18 bölünsün 3. 3'ün kvadratı 9'dur. 2'ye vuranda 18 eləyir. 18'i 3'e böləndə də 6 eləyir. Verir bizə 24 cavabını. Cavab oldu 61 üçün A variantı. 62. Sual işarəsinə uyğun gələn ədədi tapın. Ardıcılığa aid bir qəşəng sualdır. Baxın, 134'ün üstünə nə gəlsəm 135 eləyər? 1. 135'in üstünə nə gəlsəm 138 eləyər? 3. 138'in üstünə nə gəlsəm 146 eləyər? 8. 146'ın üstünə nə gəlsəm 147 eləyər? 1. 147'in üstünə nə gəlsəm 151 eləyər? 4. Əslində baxın, burada yazdığım cəmlər fikir versəz belə qarışıq görünür bizə. Amma buradakı yazdığım hər bir toplanan əslində fikir versəz bizim rəqəmlərlə eynidir. Niyə? Baxın, 134'dən 135'i almaq üçün götürürlər. 134'ün birinci rəqəmi toplayırlar 134-lə. Verir 135. 135'dən 138'e keçəndə keçirlər ikinci rəqəmlə toplayırlar. 135 üstə gəl ikinci rəqəm 3 verir 138'i. 138'dən də 146'ya keçəndə keçirlər üçüncü rəqəmlə toplayırlar. Yəni 8 ilə eləyir 146. Yenidən qayıdırlar birinci ədədə. 146 plus 1 147. Sonra keçirlər 2'yə 147 plus 4 151. İndi keçməlidirlər 3'ə. 151 plus 1 eləyəcək 152'yə. Cavab olaraq A variantını götürürük. Keçdik. Sual işarəsinə uyğun gələn ədədi tapın. Dostlar, C-ni istəyir bizdən. C də görürük ki, buradadır. Deməli, mən birinci bunları həll eləməliyəm və sonra da C-ni mənləşdirməliyəm. Birinci, gələk elə burada qara kvadrat əməlinə ilk olaraq. Burada yerləşir. Kvadratın solu 54, solu 3A. Bərabərləşdirəndə 3A eləyirsə 54. Buradan A-nı da tapıram mən 18 şəklində. Sağı C'dir, sağı B'dir. Deməli, B-nin yerinə nə yerləşdirəcəm C? Yerləşdirəndə A-nın yerinə oldu 18 plus B-nin yerinə də C böl 2. Bura oldu 18 plus C böl 2. Bərabərdir. İndi sağ tərəfi bərabərləşdirək. Orada hansı əməldir? 3 bucaq. Deməli, 3 bucağa baxmalıyam. 3 bucağın solu 4'dür, solu 2A'dır. 2A bərabər 4. A da buradan çıxır 2 şəklində. A-nın yerinə 2 qoyacam, qoydum. Sağı 30'dur, sağı 5B'dir. 5B bərabər 30. Buradan da B çıxır 6. Burada 6'nı qoydum. 3 vur 6. 4 plus 18 verəcək bizə 22 qiymətini. Deməli, burada oldu 22. İndi 18 plus C bölü 2 bərabərdir 22'yə. İndi buradan C-ni tapmağa çalışacaq. C bölü 2 nəyə bərabər olacaq indi dostlar? 18 digər tərəfə keçəndə mənfiləşir. 22 çıxılsın 18'ə. İndi C bölü 2 4'dürsə C də buradan neçə çıxacaq? 8 çıxmış olacaq. Cavab oldu 63 üçün. Elə C variantı. Gəldik 64'ə. Sual işarəsinə uyğun gələn ədədi tapın. İndi dostlar, baxın, fikir versəz, burada müəyyən böyük ədədlər var. Bu böyük ədədləri almaq üçün biz vurma əməli istifadə edə bilərik. Və görürəm ki, 56 baxın 14'ün mislidir. 110 da 22'nin mislidir. 105 də 35'in mislidir. Demək, buradakı ədəddə 27'nin misli olacaq. Bəs necə? 14'ü nəyə vuranda 56 eləyir? 4'ə. Götürürlər 14'ü vururlar. 4'ü bundan bir vahid çıxaraq alırlar. 5 çıxsın 1. Yəni 14 vurulsun 4, 56 alınmış olur. Bu 22'ni 5'ə vurmaq üçün 22'ni 5'ə vuran da 110 eləyirək.
Bundan bir vahid çıxırlar. İkinci ədəddən 1 çıxdılar. 22 vurulsun. Həmin o ikinci ədədin bir vahid azı 5 verir bizə 110. Ben 105 almaq üçün də 35'i 3'e vurmalıyım. Yenə 4'ün bir vahid azıdır. Yəni 3'dür. 35 vurulsun 4'ün bir vahid azı. Yəni 3 verir 105'i. İndi burada da 27'dən sual işarəsini almaq üçün bundan bir vahid çıxmalıdırlar. 27 vurulacaq 5 minus 1. Yəni bir vahid azına. 27 vurulsun 4 verəcək bizə 108 qiymətini. Cavab oldu 64 üçün A variantı. Gəldik. Kubla əlaqəli, fəza fiqurlarla əlaqəli bir qəşəng sualdır. Bunu həll eləməyə çalışacaq. Və yadda saxlayın dostlar. Kublarla əlaqəli sizin üçün belə bir rahat üsuldur. Deməli, bu hamısı eyni bir kubun açılışı, bağlanış vəziyyəsidir axı. Baxın, fikir versəz, bu ikisində ortaq üz olaraq 4 görürəm, 5 görürəm. Əgər eyni bir kubun şəkilləri arasında 2 dənə ortaq üz varsa, baxın 2 dənə ortaq üz varsa, geridə qalan o üzlər bir-birinə olacaq qarşı üz. Və qarşı üzləri də yadda saxlayan eyni anda görünə bilməz. Bunu nə kimi düşünün? Məsələn, tavanla bizim yer, döşəmə eyni anda görünə bilmir şəkildə. Yəni, məsələn, çöldən kimsə çəksə, əslində görünə bilməz. Və yaxud da evin ön divarı ilə ən arxa tərəfdəki balkon divarı bir arada görünə bilmir. Yəni, o səbəbdən dostlar, biz də bu məntiqlə hərəkət edəcəyik. İndi bəs bu niyə doğru olur? Yəni, mən necə bilim ki, həqiqətən 2 dənə ortaq üz olsa, digər qalan üzlər bir-birinə qarşıdır. Onu eləmək üçün, bilmək üçün dostlar, sadəcə bir dəfə çəkəcəm, digərində artıq, yəni birini tətbiq eləyəcək bir dəfəlik. Baxın, burada 4 görürsünüz, düzdür? Həmin 4 üzünü çəkirəm bura. 4 üzünü çəkdim bura. Və 4 üzün üstündə də 5 var. Baxın, 5'i çəkdim bura. Hətta yazıram. 4 üzün üstünə 5. Bax, 4, 5. Sağdan nə olmalıdır? 3 olmalıdır. Sağda 3 var. İndi, baxın, 4'ün üstündə 5 olanda isə sol tərəfdə 6 var. Sol tərəfdə 6 var. Fikir versəz, baxın, 6 ilə 3 oldu bir-birinə qarşı üz. Yadda saxlayın, qarşı üzlərin arasında bir dənə üz yerləşir. Burada da 6 ilə 3 qaldı bir-birinə qarşı şəkildə. Çünki arada bir dənə üz yerləşir. O səbəbdən deməli dostlar, bu sual üçün qayda kimi nə tətbiq edəcəyik? Dediyimiz kimi, kubların özəlliklərinə baxırsınız hər ikisinə. İkisində də 4 var, ikisində də 5 var. Vəsiyo, geriyə qalıb 3-dən 6. Deməli, 3-dən 6 qarşı üzdür və eyni anda görünə bilməzlər. 3-6 A variantında var. 3-6 D variantında var, atdım. Gəlirəm. Dostlar, indi rahatlıqla mən birinci və üçüncü şəkildə müqayisə edə bilərəm. Hər ikisində 4 var. Hər ikisində 3 var. Geriyə qalır nə? 5 ilə 1. Deməli 5 ilə də 1 bir-birinə qarşı üzdür. Niyə? Çünki 4 ilə 3 getdi. Geriyə qaldı bir dənə 1 ilə 5. Ortaq olmayan. 5 ilə də 1 qarşı üzdür. İndi 5 ilə 1 eyni anda görünə bilməz, C-də getdi. İndi dostlar, biz bilirik ki, kubun 6 dənə üzü olmalıdır. 1 ilə 5 bir-birinə qarşı oldu. 3 ilə 6 bir-birinə qarşı oldu. Bir dənə qaldı 4. 4 ilə də deməli bir nəfər qarşı üz olmalıdır. 4 ilə də qarşı üz, baxın B variantında görürük ki, bizdə 6-cı üzü göstərir 2-ni. 4 ilə də avtomatik olaraq həmin 2 qarşı üz olacaq və qarşı üz eyni anda görünə bilməz. Ona görə B-ni atmalıyıq. Niyə? Dostlar, çünki baxın, tavanın bir növ qarşısında döşəməni görürsünüz. Sol divarın qarşısında, özünüzdə sol tərəfdə duran, özünüz bir divara baxın. Solunuzda duran divarın qarşısında sağınızda duran divardır. Bir-birinə qarşıdır. Önünüzdə duran divarın da qarşısı arxa tərəfdə olan divardır. Yəni fikir versəz, hamısının qarşısı var. O səbəbdən 4'ün də qarşısı olmalıdır. Və bu da görür ki, B variantından 2'dir. Amma 4 ilə 2 qarşı olduğuna görə görünə bilməzlər. B-ni də atdıq, qaldı cavab kimi Y variantı. 66-68 nömrəli testləri indi həll eləməyə çalışırıq. Deyir ki, bu mətnə əsasən cavablandırın. Deyir ki, K, L, M, N, O, P və Q eyni universitetdə müəllim işləyirlər. İndi bu qaydaya əsasən və deyir ki, 7 günlük imtahan müddətində hər biri bir gün nəzarətçi olub. 7 günlük imtahan deyir. Yəni deməli 1, 2, 3, 4, 5, 6 və 7 yazırım. İndi deyir ki, M O-dan 3 gün sonra nəzarətçi olub. Yəni bu nə deməkdir? M tutaq ki, 5-dirsə, M O-dan 3 gün sonra nəzarətçi olub. 5 nədən 3 gün sonradır? 2-dən. Deməli o burada olmalıdır. O-dan baxın 1, 2, 3 gün sonra M nəzarətçi olacaq.
İndi dostlar, deməli mən bir dənə bunu belə yaza bilərəm ki, onun üzərinə 3 gələndə m-in gününü verəcək. Məsələn, o birinci gündürsə 3 gün sonra m, 4-cü gün m olmalıdır. Sonra yazıb birinci gün l, deməli birinci günə l yazdım. Və 7-ci gün isə q nəzərçi olub. 7-ci günə də q-nü yazdım. Və son olaraq da deyir ki, k n-dən sonra, deməli k n-dən sonra p-dən isə əvvəl nəzarətçi olub. Deməli, p-dən isə əvvəl nəzarətçi olub. Yəni, nə deməkdir bu? Məsələn, k 3-cü gün nəzarətçi olub. K n-dən sonra olub. Məsələn, n 2-ci gün olub. 2-ci gündən sonra 3-cü gün k olub. P-də k bir də burada deyir ki, p-dən əvvəl nəzarətçi olub. Yəni, k 3-cü gün olub və bu p-dən əvvəldir. Məsələn, p olar 7-ci gün. Nümunə üçün deyirəm. Hə, 3-cü gün 7-ci gündən əvvəldir. Yəni, ardıcılıq budur. Bu şəkildə olmalıdır. N-dən sonra k, k-dan sonra da p-nin günü gəlmiş olur. Amma burada demir ki, mütləq dalbadal olmalıdır. Yəni, n məsələn 2-ci gün isə k 3-dür, p-də 4-dür. Belə bir şey demir. Sadəcə bir dənə deyir ki, n k-dan əvvəl olmalıdır, k da p-dən əvvəl olmalıdır. Bu şərtə əsasən. İndi dostlar, mənə başqa şərt verməyib. Deməli, bundan sonra mən özüm təxmin eləyərək yerləşdirəcəm. Deməli, mənə burada kömək eləyəcək elə bu qayda. İndi dostlar, onu yaza biləcəyim yerlərə baxıram. Məsələn, mən onu 2-dən və 3-dən başqa heç yerə yaza bilmərəm. Niyə? Onu 4-ə yazsam, 4-dən 3 gün sonra 7 eləyir. Amma 7-də artıq q var. Deməli, dostlar, o 4-ə yaza bilməz. Amma məsələn, mən onu 3-ə yazım. Birinci yoxlama üçün. Onu 3-ə yazsam, 1, 2, 3 gün sonra, yəni 6-cı gün m-i yazacaq. Və sonra 3 dənə boşluq qalır, o da bu ardıcılıqla yazılmalıdır. N düşür 2-yə, N-dən sonra K gəlir boşluğa, K-dan sonra da P gəlir boşluğa. Bu oldu birincisi. Bir də dostlar, dedik axı, o bir də bizdə rahatlıqla həmin bu ikinci gündə ola bilər. Niyə? İkinci gündə olsa, odan 3 gün sonra 1, 2, 3, yəni bu 5-ci gün N bura gəlmiş olacaq 3 gün sonra. Yenə qalıb 3 dənə boşluq, o da buradakı ardıcılıqla olur. N bura, N-dən bir gün sonra K, K-dan sonra da P-ni yazmış oluram. Və bu şəkildə dostlar, hər iki versiyaya görə sualları cavablandıram. Müəllimlərdən hansı 4-cü gün nəzarətçi olur? Görürəm ki, iki şərtin ikisinə də əsasən K sadəcə 4-cü gün nəzarətçi olur. 66 oldu de. 67. Aşağıdakılardan hansı mütləq doğrudur? P 5-ci və 6-cı günlərdən birində nəzarətçi olub. Baxıram ki, həqiqətən baxın P 5-ci ya da 6-cı günlərdən birində nəzarətçi olub. Elə A variantı imiş. N 2-ci və 4-cü günlərdən birində nəzarətçi olub. N 2-də olub, bəli, amma 4-də olmayıb. 4-də ancaq K olur, 3-də olub. Deməli, B səhvdir. O 4-cü gün nəzarətçi olur. O 3 oldu və yaxud da 2 oldu. C səhvdir. O 5-ci gün nəzarətçi olur. D də səhvdir. N 5-ci gün nəzarətçi olub, bəli, olub. Amma bizdən mütləq doğrudur deyir. Hər iki anlamda da mütləq eyni yerdə olmağı lazım idi. Baxıram ki, M bizdə 6-cı gündə olub. Deməli, M-in 5-ci gün olduğu mütləq deyil. Ola da bilər, olmaya da bilər. Ona görə Y variantı mütləq doğru deyil. Və gəldim, M 5-ci gün nəzarətçi olubsa, yəni aşağıdakı şərti istəyir. M 5-ci gün nəzarətçi olubsa, M-in 5-ci gün olduğu aşağıdakı şərtdir. Deyir, bu səbəbdən o hansı gündə nəzarətçi olub? Bilirəm ki, M 5 gün, yəni bizim M odan 3 gün sonra nəzarətçi olur. M baxın 5 olanda fikir verəm ki, onun da yeri neçə olub? 2 olub. Cavab olaraq B variantı 2-ci gün. Və keçirim son 2 dənə suala. 69. Verilmiş açılışa uyğun gələni tapın. Dostlar, ümumiyyətlə kubda ilk eləyəcəyiniz iş şəkil münasibətlərinə baxmağınızdır. Görürsünüz ki, baxın, ən sadədən başlayaq. Bizdə B variantında belə bir X fiquru var. Bax, bu şəkildə hər hansı bir fiqur varmı yuxarıda? Birdən-birə özlərindən nəsə çıxarası deyirlər ki, deməli B variantı təmiz səhvdir. Eyni şey C-də də görürəm. C də səhvdir. Eyni şey Y-də də görürəm. Y də səhvdir. Qalır cavab kimi ya A ya da D. İndi dostlar, əmin olun ki, burada cavab A olmayacaq. Yenə şəkil münasibətinə baxıram. Baxın, ilk işim budur. Başqa heç nə. Qara üz fikir versəz birləşdirilib burada bu üzə. Bu üzdə burada da axı. Məsələn, mən bunu həmin bu hissəyə sürüşdürsəm, baxın, sürüşdürsəm, elə bir fiqurdur ki, heç vaxt və heç vaxt görüntüsü dəyişməyəcək. Hamısında eyni olacaq. Hamısında eyni şəkildə olacaq. Ortada da X-i çəkirəm. İndi dostlar, fikir versəz, bu həm ağ tərəfinə, həm də qara tərəfinə dəyir. Burada amma fikir verəm, bu təsvirdən A variantında sırf qaraya tamamilə dəymiş olur. Deməli, bu da səhvdir. Qalır cavab kimi D variantı. Yəni,
Siz də qəbulda inşallah yazanda baxın. İlk olaraq belə şeyləri yoxlamalısınız. Çətin düşünməməlisiniz. Və gəldi 70-ə. Deyir 4 rəfiqə var. Afaq, Sona, Nailə, Gülər və onların deyir ki, ikisi kök, ikisi arıq, ikisi sarışın, ikisi qaraşın, ikisi uzun, ikisi bəstə boydur. İndi dostlar, bu qaydadan gedək. Deməli bizdə 3 dənə fərqli kateqoriya var. Birinci kateqoriya bir növ onların sarışın qaraşın olmaqlarıdır. Yazıram bura sarı, burada qara. Digər kateqoriyanı fərqli rənglə yazıram. Sonra bu birinci kateqoriya. İkincisi biri kök, bir də arıq. Və fikir verirəm ki, hər birində 2 dənə nəfər olmalıdır. 2 dənə kök, 2 dənə arıq. Sonra eyni şey bu arada sarışınlıq və qaraşınlıqla da əlaqəli idi. Və son kateqoriyada da dostlar, ikisi uzun, ikisi bəstə boydur. Boyla əlaqəlidir. Onu da yaşılla burada göstərim. Uzun, bəstə boy. 2 dənə uzun, 2 dənə bəstə boy. İndi deyir ki, Afaq deyir, Sona, nə yaxşı ikimiz də sarışınıq. Deməli, Sona və Afaq ikisi də sarışındır. Gəlirəm Afaqı da, Sonanı da sarışınlar arasına yazıram. Onda dostlar avtomatik kimlər qalır? Afaqla Sona sarışınsa, Nailə ilə Gülər qalır qaraşına. Nailə ilə Güləri buraya yazmış oldu. Sona da deyir ki, düz deyirsən Gombul. Deməli, Afaq deyib danışmış da buna. Afaq deyirdi ki, Sona nə yaxşı ikimiz də sarışınıq. Sona da deyir, düz deyirsən Gombul. Yəni fikir versə Gombulu kimə dedi? Afaqa dedi. Deməli, Afaq Gombuldur, kökdür. Afağı yazırıq köklər siyasına. Nailə də deyir ki, Afaq görürsən, bu Sona yenə bizə sataşdı. Deməli, Nailə də Afaq kimi Gombuldur ki, kökdür ki, o da bunu öz üzərinə götürdü. Afaqla Nailə indi Gombuldursa, geriyə kimlər qalır? Sona ilə Gülər. Sona ilə Gülər. Deməli, olur arıq. Afaq da deyir ki, boyu çıxmır, ona görə mənə paxıllıq edir. Deməli, boyu çıxmırsa, deməli, bəstə boydur. Bunu da kimə deyir? Sonaya deyir. Çünki Sona sataşmışdı onlara. Deməli, bəstə boy olan bizdə həmin bu Sonadır. Afaq deməli uzundur ki, bu baxımdan ona paxıllıq edir həmin bizim Sona. Afaqın nəzərində. Nailə də deyir ki, indi də sən bizə sataşdın. Yəni deməli Nailə həm də boyca balacadır. O səbəbdən Nailəni buraya yazdım. Və Gülər qaldı bir dənə uzunlar hissəsində. Fikir versəz, bizdə Gülər soruşur indi. Formaca necədir? Gülər uzundur. Uzun olan variantları saxlayıram. Gülər arıqdır. Arıq olan variant da C-dir. Və Gülər qaraşındır. Həqiqətən C variantı tamamilə doğrudur. Belə dostlar, ümid edirəm bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə Allahümanla. Uğurlar hər birinizə.